Gəlin belə bir suala baxaq. Sualımızın şərtində ucları A 4, 9, B 6 mənfi 1 olan AB parçasının orta nöqtəsini koordinatlarını tapmamızı istəyir. Tutaq ki, hər hansı bir S orta nöqtədir və S-nin koordinatları x, y-dir. A-nın koordinatlarına x1, y1, B-nin koordinatlarına isə x2, y2 deyər isə, o zaman x bərabərdir x1 üstəgəl x2 bölünsün 2, y bərabərdir y1 üstəgəl y2 bölünsün 2 olur. Və nəticədə x bərabərdir x1 üstəgəl x2, yəni 4 üstəgəl 6 bölünsün 2, nəticədə tapırıq 5-i. Y bərabərdir y1 üstəgəl y2, yəni 9 üstəgəl -1 bölünsün 2, nəticədə 4-ü alırıq. Yəni S-nin koordinatları 5, 4'dür. Cavab A variantı.